Bu əlimdə gördüyünüz bal deyil. Yaxından göstəreyim. Bunlar qapalı və açıq erkək arı sürfələridir. Bu sürfələrdən biz nə hazırlayacağıq? Homogenat hazırlayacağıq. Arxa yaxından göstərim. Baxın, görürsünüz, açıq və qapalı balalardır. Biz bunların suyunu çıxardacağıq və -18 dərəcə olan temperaturda, dondurucuda inşallah saxlayacağıq. Çünki bu tez xarab olan bir məhsuldur. Odur ki, mütləq şəkildə tez bir vaxtda belə deyək, dondurucuya qoyulmalıdır.